halı yamandır. Neler çektiğimiz sana yandır. Ne olur yeni bir ışık ver bize. Bizim kör yaranmış gözlerimize. Koyma ki yerlerde sürünsün beşer. Dünyada kalmasın nefslik neşer. Yine namaz üstə şeir deyirsən. Sen de teze kalbe değilsen. Yox. Yox Vidadican, bağışla məni. Könüldən sevirəm hər bir kəlməni. 30 il gördüyün bu yoxsulacaq. Bir qonaq görmüş bu səssiz bucaq. Sənin ayaqların dəydiyi zaman mənə cənnət kimi görünür. Dünyanın dərdini, qəmini hər an mənə bir baxışla unutturursan. Bizə çox görməsin yaradan bunu. Mən sənə borcluyam ömrüm uzun. Vaqifdən gəlməyir təzə bir xəbər. O Qarabağa kəsəndən bəri gödəlir ömrümün bu son günləri. Vidadi, darıxma, bizdə məsəl var. Bir yandan bağlayan, bir yandan açar. Ay gətir! Ay gətir! Aman, bu olmasın Vaqifin səsi. Deyəsən özüdür. Canım ciyərim, yolunu gözləyən zəif gözləri. Günah məndədir, əff elə usta. Sənsiz keçməmişdir bir günün xoş qaldı. Vaqif hoş gəlmişsən, üstünü gövək. Sağ ol qurban keyfin necədir? Nə var ki, ömrümüz silmək gecədir. Yenə əllərimiz qabağa-qabağdır. Nə çuval dibində bir ahmaqadır, nə də təkərimizdə quru bir çörək. Bilirəm o dəftəri mən. Deyək adındadır, rəhmətli dədə, bükülmüşdü bəlkə çatmaqdan. Darıxma keçər bu dövran. Ağ günün işığı görünər sizə. Yaxşı, gözümüzdə sən işmiydin. Bütün məclisləri yaraşıydın. Şeylər deyərdin, gəlinə, qıza. Onu da çox gördün axı da bizə. Yox qurban kişi. Gözüm gözünüzdən uzaq olsa da, könüldən könülə yollar görsənər. Sağ ol, əskik olma. Sən yaşa bax. Vaqif, danışmam nə çərməkdə. Necədir, görmürəm xeyli zaman. Oho, böyük yaxşı cavandır. Toydur. Gəldim ki, aparım sizi. Əli bəyin toyudur demə. Bəs necə? Toydur, toyu. Gedək Tükəzban, oğul bizimdir. Sənə zəhmət olar Vidadi. Vaqif cavandır, gedər toya. Nə? Budur cavab. Nə qədər olsa, gəl Vidadi xəstə. Yəni əlbəttə Vaqif kimi yüz oğlana dəyər. Yox qala, heç qorxma. İndi ömrü bahardır, ömrü. Gel. Vaqif sen de gel bir uzun dere oyna. Ayıp olur, böyükler var. Get oyna. Ayıp olur. Get oyna. Ayıp olur. Get oyna.
Başqa bir zövqü var bugünkü toyun. Tez olun, yaxşı bir segah oxuyun. Hər bağın, hər bağçanın ey bir bülbülü şeydası var. Hər duyan hər duyan kalbin azizim gizli bir sevdası var. Ruhi okşar, kalbi okşar, ince bir canan sesi. Gah güler, gah ağlayar, her demde bir mənası var. Ölürem, ölürem, ölürem ay dadı bir dadı. Çox gözəl. Maşallah. Vaqifi şairə görə bəy də öz toyunda oynasın gəlin. Buyur xan. Vəzir, xeyir işiniz xeyli mübarək. Al günə çıxsın sizin əli bəli. Ancaq çıxarmasın sizi yadından. Görək bunu bağırıb bozmasın xan. Yenə şikayət. Gəl inan ki sən, mən nə qədər sağam, keyf görəcəksən. Gəlinimiz bir mələk, hamı deyir mübarək. Ancaq mənim boş başım, deyirsən qardaşım. Bir qumardan, bir atdan, bir də gözəl arvaddan. Ehtiyatlı olanmaq, ehtiyatlı olanmaq. Nə var? Fikirdəsən ey sərvinazım. Amandır örtməsin ey nazlı nigar. O ay camalını qara bulutlar. Niye? Ne derdim var Allah'a şükür? Hara baxıram sağlayır gəlir. Ya, sənin səsində bir titrəyiş var. Gəl gizləmə məndən, aç söylə aşkar. Heç. Biraz incidir mən bu qürbət. Yox, bu da olmadı. Doğru danış Afət. Yalan yaraşmır gül dolaqlarına. Vay, yaxşı ne deyim mən bəxti qara? Oha, bundan danış. Danış görüm sən niyə öz bəxtini qara adlandırırsan? Deyirlər ki sən... Nə? Nə təzə xəbər? Ne bilim doğrusu... Danış. Deyirlər səni vəzirlikdən qovacaqdır. Elə bu? Bəli. Kuraman. Kuraman, gör nədir səni narahat edən? Nə sənin gördüyün bu saray, buyur, mənim tərlan könlümü ovlaya bilməz. Dərdin elə busa, lap arxayın gəz. Vaqifi vəzirlikdən qovsalar, biz necə olacaq? Dilənçilər deyək. Nə şirinsən, nə göyçəksən, dərilməmiş bir çiçəksən. Gözlər qalıb yanağında, sənin bu gül dodağında. Nə şirindir suyun sənin, lap sərvdir ki boyun sənin. Nə xanlar xörəysən, Qarına nə? Ne var ki, sən belə bir cür dildə gürsən? qələm kimi qaşların var, qulac qulac saçların var.
Ağzın kiçik bir tüstədir. Nə buyursan göz üstədir. Vur, delidir, nədir qarı? Kimin vardır belə yarı? Çənəndəcə xalın da var. Xoş yaradıb pərverdigar. Ot kimidir yanaqların, bal kimidir dodaqların. Nə xanlar xörəysən? Qarı nənə, bir də görək. Mətləbini danış görək. Qızım, hələ bir tələsmə. Gəl bir otur görüm. Hər tələsmə, körpə qızım. Gözəl balam, gözəl qızım. Xeyir xəbər gətirdim mən. Gözü düşüb xanın sana. Mənə bir xələt alsana. Nədir? Nədir xanın sözü? Bəli, budur sözün düzü. Bir gəlinsən, gözəl göyçək. Geyin xarab, geyin ipək. Boynuna tax daş daşları. Gəl ol xanın gözəl yarı. Qabağında qulluqçular, asta yeri xumar xumar. Ürəyin şad, könlün açıq. Körpə qızım, ağ günə çıx. Aman, nələr deyir qarı? Doğrudur mu bunlar barı? Xan deyəndə gör nə xandır. Bığı vurma bir cavandır. Rüstəm İzal bir sərçədir. Bu xan deyil, pəhləvandır. Yox qarı elə. Bu sözləri demə mənə. Of, darxırlap ürəyim. Heç darıxma gül çiçəyim. Biraz tərpən, zirək kimi. Xan da səni bəsləyəcək. Yağ içində böyrək kimi. Yox qarı. Bu sözlər xoş getməz Allaha. Vaqif məndən. Razısan? Qızım, bir cavab ver. Razısanmı? Quraman, dedin, ötsün şirin şirin, tuti dillərin. Razıyam, ancaq sağ ol mənim gözəl qızım. Mən neylədim? Mən neylədim? Mən Vaqifə xəyanət elədim. Mən neylədim? Mən nə yaptım? Mən neyləyəcəm? Mən nə iş tutdum? Mən yapmışam. Mən neylədim? Bu nədir? Buralara nə olmuş görəm? Hələ şanları bilməyirəm mən. Ata, Nə var? Nə oldu sana? Utanma dərdini az söylə mənə. nə deyim, necə deyim? Heç özüm də bilmirəm. De danış Günlar. Günlar, de qızım, de görək qəlbində nə var? İndicə bizdə idi qoca bir qarı. Mən də qapımızda pustum onları. Nə? Bu nə söhbətdir belə? Deyəsən iş var. De danışar Günlar. Gördüm, Xuramanla danışır onlar. Dedilər ki, səni çox istəyir xan. Çıx ona arvad ol. Yaxşı. Bəs Xuraman? Xuraman dedi ki, Nə dedi bil? Gizlən bağlıdır gəlin. dedi ki, razıyam, gedərəm xana. Aha. Halal olsun Xuramana. Yenə gözlərində hava qaralır. Yenə dağ başını duman qaralır. Elə bil mənliyim çəkilir dara. Əlimin sılışmayır dar saraylar. Artıq mənə nə göylərdən bir təsəlli var, nə də ki yerlər ruhumu zövq ilə oxşar. Vaqif, ey sərvərim, ey tacdarım. İtir gözlərindən bir vəfa yarım. Gəd açılı buradan qız qızanda, zülüm yuvasına, o tozağına. Gözünü görmə bir rüya kimi, sən nə vəfasızsan bu dünya kimi. Vaqif. Bir ceylandır. Bir ceyrandım. Ürktüler yatağımdan. Bir kuş idim. Ayrı düştüm budağımdan. Küle eser, yarpak düşer, çiçek solar.
viran qalmış mənim bu can otağımda. Gerek kar altında kalsın bu dağlar. Bağlansın kapılar, sönsün ataklar. Çaylar yağdılsın gözyaşlarından. Şahım, vicdanınız ağrıyar sonra. Ne? Vicdan. O ne mende ne de sizde var. Benim vicdanım da, kalbim de kandır. Dünya kan üstünde bir hanimandır. Gelip çıkmadı mı bizim elçiler? Xeyr, Qarabağdan yoxdur bir xəbər. Deyirlər Arif Droy Hakimxan, deyirlər dərs alır Molla Xanatdan. O kimdir? Şairdir ləqəbi Vagif, yalanmış deyirlər hər elma Vagif. Aha, bəs baş əymi üsurunda bu. Vicdanında yoxdur qanun qorxusu. Şair hökümdarın huzurundasın. Bunu siz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılıncar toqquşu biş görən zaman neylər dediniz bir quru vicdan? Vicdan dedikləri bir həqiqətdir. Beşiği, məzarı əbədiyyətdir. Bəs zindan necədir, qaranlıq zindan? Soyuq məzara da zinnətdir insan. Yenə göylərdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kəmalın. Çox gözəl, çox gözəl. İnan ki, sevdim sizin ruhunuzu ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Göylərin ulduzu, o günəş, şu ay. Bugündən tapşırılsın gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın öz qüdrətli sənətkarları var. Nə çox da onlarda böyük şairlər. Bu doğma yurdun mövladıyam mən də. Atası uydururam yeri gönlümdə. Gərək götür bin adından. Bu qədər aşikar olmasın insan. Aldada bilməmiş dünyanın varı, bir məslək uğrunda yaşayanları. Mən, ellər bağından azad bir quşam. Mənsəbə, şöhrətə batılmamışam. Yaxşı da, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Dayan, bu bağın hər bir budağı üzərində min çiçək, min gül bitirmiş. Sizin güldüğünüz çoban torpaq, nizamilər, füzulilər yetişdirmiş. Nizamiyə bax, Füzuliyə bax. Günəşin nə qədər də örsə qara bulud var, yenə günəş adlı bir qüdrəti var. Görünür günəşə iştahınız vardır. Günəşdən gizlənən yarasalardır. Buna qulaq asmaq çətin peşədir. Niyə? Qulağınız çoxdan şişədir. Böhtan eşləndə qızarıb yanar, doğru söz eşləndə pambıq tıxanar. Sənin sözlərinin kəsəri azdır. Oxuyan bülbüldür, dinləyən qazdır. Baxın, bir qoca var, gəlmək istəyir. Şahid gəl. Hakimin hökmü hünəri onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaqın yanılmalı. Axı siz hökümdarsınız. Yaxşı qoca, mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyim yazan əlini, bir də həcədən acı dilini. Razısan? Gəl razılaş bu abi. Razıyam. Razıyam böyük hökümdar. Mərhəmət sahibi olur ağalar. Eyb olmaz, sizə də çatar bir əvəz. Qatır cinsiniz doğub törəməz.
Aparın şairi atın zindana. Gözdağı çəkilsin Azərbaycana. Vagif, bilirsən nə oldu bu zaman bu an? Özünü qaydan atdı Xuraman. Necə özü qaydan? Nə deyir ha bu? Necə özünü qaydan atdı Xuraman? Nə söylər sənin dilləri? Of! Batdı ürək. Yazıq Xuraman. Bizim meşkimizi məhv etdi zaman. Mən cahan mülkündə doğru halət görmədim. Her ne gördüm, eri gördüm. Özce babet görmedim. Aşinalar ihtilasından saadet görmedim. İbrahim, ikrar, iman, deyanet görmedim. Görmedim. Khuraman, yazık Khuraman görmedim. Sinif şagirdi Abdullahzade Zeynep. Vagif Tamaşasının quruluşunu verən Azərbaycan dili və ədəbiyyat müəllimimiz Allahberdiyeva Sahilə. Əziz valideynlər, hörmətli qonaqlarımız, əziz məktəb rəhbərliyi, çox təşəkkür edirəm ki, o qızıl kimi vaxtınızı sərf elədiniz bizim bu kiçik tamaşamıza. Bugün bu il bilirsiniz Səməd Vurğunun 120 illiyidir. Vagif Dramım 1937-ci ildə yazılıb. Vagif Dramım isə 89-cu il dönümüdür. Bu gözəl balalarımız, bu gələcəyin fidanları, bunların içərisində gələcəyin müəllimi, həkimi, aktyoru, hər bir peşə sahibləri yetişir. Mən buna əminəm. İnşallah ki, gələcəyiniz həmişə parlaq olsun. Vagif, sən istəyirəm bağrıma basam, məni ağlatdı, həqiqətən ağlatdı. Çok teşekkür ederim hər birinizə. Kəmalət Hanım,
Sizə çox-çox minnətdaram. Həmişə bizə dəstəksiz, balalarımıza, müəllim kollektivinə sizə söz vermək istəyirəm. Bu balalara ürək sözlərinizi deyərsiniz. Salam, hörmətli müəllimlər, əziz valideynlər, gözəl balalarımız. Hər birinizi salamlayır və xoş arzularımı yetirirəm. Bugün Azərbaycanın görkəmli mütəfəkkiri Səməd Vurğunun Vaqif dramından parçaları izlədik. Vaqif sadəcə ədəbi bir sənət nümunəsi deyil. O, bizim tariximizi, milli ruhumuzu, mənəvi dəyərlərimizi özündə əks etdirən bir incidir. Molla Pənah Vaqif 18-ci əsrdə yaşamış gözəl şair, dövlət xadimidir. Bu əsərdə biz təkcə Vaqifin obrazını müşahidə eləmədik. Biz əsərdə 18-ci əsrin mürəkkəbliyini gördük. Mən əsər haqqında uzun danışmaq istəmirəm. Bu bizim tariximizdir, keçmişimizdir. Keçmişini öyrənən gələcəyini inanla qurar. Əziz balalarım, siz keçmişi gözəl öyrənirsiniz həmişə. Sahilə müəllimə, bu sizin birinci quruluş verdiyiniz tamaşa deyil. Hər ay, hər zaman Sahilə müəllimə yaradıcı müəllim və belə uşaqlarımızın formalaşmasında böyük rol oynuyor. Bizim vəzifəmiz, müəllimin vəzifəsi təkcə bilik ötürmək deyil, gələcək qurucularımızı yetişdirməkdir, şəxsiyyət formalaşdırmaqdır. Bəli, bizim gələcəyimiz bu gözəl balaların çiynləri üzərindədir. İstər siyasi sahədə olsun, elmi sahədə, hər bir sahədə. Elə ona görə də ulu öndərimiz qürurla həmişə deyirdi ki, mən fəxr edirəm ki, ölkəmizin gələcəyi gənclərə nəyi necə öyrətməyimizdən asılıdır. Bəli, bizim gözəl gənclərimiz var. Ona görə də biz bilirik ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir. Əziz tamaşaçılar, qonaqlar, 30 ilə yaxın Vaqifin torpağı gözəl Şuşamız düşmən tapdağı altındaydı. Ancaq indi biz qürur duyuruq. Torpaqlarımız düşmən tapdağından azad olub. Görürsünüz, Vaqifin məqbərəsi burada, Vaqifin məqbərəsi bərp olunub, Vaqifin abidəsi bərp olunubdur. Biz ora dəfələrlə getmişik. Mən sizə deyim ki, bu torpaqlarımızın qayıtmasında böyük əməyi olan başda Ali Başkomandanımız, möhtərəm prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan ordusunun əskərlərinə biz təşəkkürümüzü bildiririk. Şəhid analarının qarşısında baş əyirik. Bəli, Xuramanın özünə atdığı, həmin o cüdür düzündə bizim əskərlərimiz Əliyalın o dağlara qalxdılar. Torpaqlarımızı azad etdilər. Bəli, bu Azərbaycan xalqıdır. Azərbaycan bizim məktəbimizin də rəşadətli məzunlarının bu qələbədə rolu var. Mən uzun danışmaq istəmirəm. Arzum budur ki, bizim balalarımız sağlam olsun, xoşbəxt böyüsünlər, səmamız həmişə aydın olsun. Bir də tamaşada əməyi olan Sahilə müəllimə sizi mən öpürəm. Çünki Sahilə müəllimə həmişə vətən sevgisini bizim balalarımıza aşılayıbdır. Mən Muradın timsalında bütün balalarımızı öpürəm, sizə sevgimizi bildirirəm. Murad, sənə nə deyə bilərik biz onu? Biz necə qiymət verə bilərik? Bəli, gələcək aktyorumuzdur, bəli. Murad bugün Vaqifi təmsil elədi, Vaqif obrazını oynadısa. Siz bilin ki, bu tədris ili ərzində ən yaxşı təqdimat müsabiqəsində məktəbimizdən yeganə namizəd Murad olubdur. Muradın formalaşmasında Sahilə müəllimə ilə yanaşı Bağırova Təranə müəllimin böyük əmək olunur. Murad Heydər Əliyevə ölkəmizə həsr olunmuş böyük geniş miqyasda 5 mövzunu işlədi, 2 dəfə müsabiqədə iştirak etdi. Bu böyük uğurdur Murad. Deməli, mən demişdim ki, Murad, görürsən sən necə inkişaf edirsən? Sən görürsənmi? Bəli, mən Muradın müəllimlərinə təşəkkürümü bildirəm. Ata-anasına, bəli, belə övlad böyütmüsünüz, tərbiyə eləmişsiniz. Nə deyə bilərəm? Bu balalarımız da hamısı İbrahim bilirsiniz, təhsili ilə seçdi.
məktəbimizin ən nümunəvi hamısı şagirdləridir. Kimi deyim, Ruqayyə buradadır mı qızımız? Ruqayyə Xuraman obrazını ifa elədi. Mən hamısı öz vəzifəsini gözəl icra etdilər. Çox sağ olun əziz uşaqlar. Bir daha sizi öpürəm. Valideynlər, sizə təşəkkürümü bildirirəm ki, bu gözəl tədbirdə bizimləsiniz. Xırda qüsur olsa da, olmasa da bizim balalarımız da onlar aktyor deyirlər. Amma bir onun şahidi olduq ki, onlar sevə-sevə oynadılar. Tariximizə belə dönüş etdilər. Azərbaycan xalqı həmişə sözünü deyib bütün dünyada yenə də deyəcək və öz siyasi lideri ilə bütün ölkələr arasında seçilir. Sağ olun. Çox sağ olun Kəmalə xanım, ətraflı, gözəl çıxışınız üçün, təbrikiniz üçün. Mən hər bir buradakı iştirakçıya, hər bir tamaşaçıya özümün dərin minnətdarlığımı bildirirəm. Çıxış edəcəksiniz, qonağımız var. Məsim müəllim, buyurun. Məsim. Mən tək Murad yox, bütün uşaqları təbrik edirəm, müəllimimizi təbrik edirəm. Dedim, mən də doğrudan ki, övrəndim. Bu arzuda vaxtları belə keçirmək lazımdır. Bu uşaqlar heç vaxtı pis vərdiş eləməyəcəklər. Dərslərini də yaxşı oxuyacaqlar. Hər sahədə müəllimə dedi, bunlar nümunə olacaqlar. Ona görə çalışaq birinci arzuda vaxtları belə şərait yaradırəm mən. Təşəkkür edirəm. Mən müəllimlərə təşəkkür edirəm. Bir yanımlı övladı olan bir xalqın işi haqq işidir. Yolu uğurdur. Elinə, yurduna xidmət edəndə ziyalı deyilər, ziyalı uğurdur. Ziyalı xalqına yol göstərəndir. Həyat sükanı var onun əlində. Bugünün sabahı aydın görəndə, haqqa güvənən dözəməlində. Səhranın yağışa ehtiyacı tək, xalqın ziyalıya var ehtiyacı. Hamının qəlbində belə istək. Ən böyük tac olsun ziyalı tacı. Uca saxlayanda öz mənliyini ziyalı qazanar el məhəbbəti. Məsləyi, amalı, eşqi, qüdrəti səfərbər eləyər bütün milləti. Mən ziyalı deyəndə ilk növbədə müəllimləri düşünürəm. Mən müəllimdən böyük ziyalı tanımıram. Həyatda nəyə nail olmuşuqsa, valideynlərimiz qədər müəllimlərimizə borcluyuq. Sevin müəllimləri. Valla onların zəhməti heç vaxt qiymətə gələndir, qiymətsizdir. Mən müəllim adı qarşısında həmişə baş əymişəm. Sağ olun, əziz müəllimlər. Amma siz də unutmayın müəllimlərin əziyyətini. Mən uğurlar arzulayıram, doğrudan da gözəl tamaşa edib, gözəl hazırlanmışdı. Davamı gəlsin. Bax, belə poeziya, şeirlər hazırlasınlar. Belə tədbirlər çox olsun. Uğurlar arzulayıram, hər birinizə. Çox Bizim tamaşaçılarımızdan, hörmətli valideynlərimizdən, müəllimlərimizdən kimin arzusu, kimin sözü varsa buyursun. Kim nəyi demək istəyir? Buyurun. Sizə ancaq təşəkkür Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm ki, qızıl kimi vaxtınızı gəldi, sərf elədiniz, bizi dinlədiniz. Çox təşəkkür edirəm. Sağ olun.